Vətənimizin paytaxtı olan Bakı şəhərinin gəzməli görməli yerlərindən biri də Dənizkənarı Milli Park, el arasında bulvar kimi tanınan ərazidir. Heç Bakıdakı bulvarın nə vaxt yaradıldığını düşünmüsünüzmü? Bəs onun kim tərəfindən inşa edildiyini necə bilirdinizmi? Əgər bütün bunları öyrənmək istəyirsinizsə, onda video araşdırmamızı diqqətlə izləyin. Bakı bulvarının yaranma tarixi 20-ci əsrin əvvəllərindən başlayır. Məhz 1909-cu ildə Xəzərin Bakı sahili və o zaman Rus İmperatoru 2-ci Aleksandrın adını daşıyan sahil küçəsi arasında yaşıllıq zolağı, yəni indiki Bakı bulvarı salınıb. O vaxt bulvarın yaradılması bilavasitə dənizkənarı sahilin nizamlanması ilə bağlı bir məsələ hesab olunurdu. Bu ərazidə tikinti işlərinin başlanması hələ 19-cu əsrin ikinci yarısından başlanmışdı. Sahil zolağında ilk mühəndis işləri Azərbaycanlı memar Qasım bəy Hacıbababəyov tərəfindən aparılıb. O 1862-ci ildə bütün sahil boyu anbarların tikilməsi haqqında layihə tərtib edib. 1867-ci ildə həmin əraziyə su kəməri çəkilib, fəvvarələr quraşdırılaraq tikinti işlərinə başlanılıb. 19-cu əsrin ikinci yarısında əsasən iqtisadi məqsədlər üçün istifadə olunan ensiz sahil zolağında müxtəlif şirkətlərin anbarları və körpüləri yerləşirdi. O dövrlərdə sahil zolağı iki hissəyə ayrılmışdı. Qərb tərəf Aleksandrovski, şərq istiqamət isə Petrovski sahili adlanırdı. Belə bir vəziyyət vahid sahil küçəsinin salınmasına məhdudiyyət yaradırdı. 1865-ci ildə Bakının hərbi qubernatoru və mülki hissə idarəsinin rəisi general-leytenant Mixail Kolyubakinin xahişi ilə şəhəri dənizin sahilindən ayıran köhnə qala divarının sökülməsinə icazə verildi. Bununla da qədim Bakı qalasının əsas divarı tarixə qovuşdu. Bu dövrdə sahil boyunca yeni evlərin tikintisinə başlanılmışdı. Bakının inkişafı, əhali sayının artması, Xəzər dənizinin səviyyəsinin aşağı enməsi, qala divarları söküldükdən sonra şəhərin dənizə doğru genişlənməsi sahil zolağının formalaşmasına gətirib çıxarmış, şəhərin ümumi görünüşünün daha da yaxşılaşdırılması zərurətini yaratmışdı. 19-cu əsrin sonunda sahil zolağının nizamlanması və bulvarın salınması ilə bağlı müxtəlif layihələr hazırlanmışdı. Bulvarın salınması Bakı şəhər Dövlət Duması tərəfindən dəfələrlə müzakirə olunsa da, təqdim olunan layihələrin maliyyələşdirilməməsi səbəbindən məsələ öz həllini tapmırdı. Nəhayət 1909-cu ildə bu istiqamətdə ilk mühüm addım atılır. Bakı şəhər idarəsinin tikinti şöbəsinin rəhbəri, istedadlı mühəndis Məhəmməd Həsən Hacınski 1909-cu ilin 7 aprelində Bakı şəhər Dövlət Dumasının iclasında dənizkənarı bulvarın tikintisi ilə bağlı məsələnin müzakirəyə çıxarılmasına nail olur. Həmin məruzə 1909-cu ilin 9 aprelində Kaspi və Bakı qəzetlərində nəşr olunur. Bakı şəhər Dövlət Duması bulvarın salınmasının əhəmiyyətini nəzərə alaraq bu layihənin icrasına 10.000 rubl vəsait ayırır və bulvarın saxlanılması üçün illik 2500 rubl vəsaitin sərf olunmasını təklif edir. Beləliklə Məhəmməd Həsən Hacınskinin bu məruzəsi Duma tərəfindən razılıqla qarşılanır və Bakı şəhər Dövlət İdarəsinə layihənin tezliklə həyata keçirilməsi tövsiyə olunur. Qeyd edək ki, Məhəmməd Həsən Hacınskinin bu layihəsi Bakı bulvarının tarixində ilk maliyyələşdirilmiş sənəd idi. Məhəmməd Həsən Hacınskinin rəhbərliyi ilə Bakı bulvarının salınması işlərində məşhur memar Adolf Eichler də fəal iştirak etmişdi. Bulvarın şəhərin dəniz fasadı olduğunu nəzərə alaraq sahilə daha yaxşı görkəm verəcək möhtəşəm tikililəri uzatmaq məqsədi ilə müsabiqə elan edilir. Bu müsabiqədə şəhərin 30-a yaxın tanınmış memarı iştirak edir. Onların arasında Zivərbəy Əhmədbəyov, İosif Ploşko, İohan Edel kimi istedadlı mütəxəssislər də var idi. Yeni bulvarın ərazisi daş körpüdən, yəni indiki Aznef meydanından Qafqaz və Merkuri şirkətinin körpüsünə, yəni indiki Kukla teatrının olduğu əraziyə kimi olmalı idi. İnqilaba qədərki dövrdə dənizkənarı bulvarda Fenomen kinoteatrı, Şəhər çimərliyi və Bakı Dəniz Aviasiyası məktəbi də fəaliyyət göstərirdi. Sovet dövründə dənizkənarı bulvar daha da abadlaşır. 1930-cu illərdə sahildəki bir sıra körpülər söküldükdən sonra bulvarın ikinci hissəsi tikilir. Kukla teatrından Bülbül prospektinədək olan ərazilər abadlaşdırılır. Bulvarın növbəti inkişaf mərhələsi 1936-1938-ci illərə təsadüf edir.
Bu zaman artıq əks istiqamətdə Aznef meydanından köhnə inturist mehmanxanasına kimi olan ərazidə işlər tamamlanır. Burada yaşıllaşdırma və quruculuq işləri həyata keçirilir. 1950-60-cı illərdə burada Mirvari kafesi, Bahar və Səməd Vurğun adına yay kino salonları, Venesiya su şəhərciyi və başqa istirahət obyektləri tikilir. 1967-ci ildə memar Mikayıl Hüseynov tərəfindən dənizkənarı bulvarın yenidən qurulması layihəsi hazırlanır. 1969-cu ildə ümummilli lider Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra bulvar yeni inkişaf mərhələsinə qədəm qoydu. 1970-ci illərdə Respublikada və Bakı şəhərində yaşıllaşdırma və abadlaşdırma işlərinin genişləndirilməsi ilə dənizkənarı bulvarda da yenidən qurma işləri sürətlendirilir. Bu məqsədlə Bakı bulvarı şərq və qərb istiqamətlərində genişləndirilir. Onun uzunluğu 4 kilometrə çatdırılır. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində ölkə həyatının başqa sahələrində olduğu kimi Bakı şəhərinin abadlığı da böhranlı vəziyyətdə idi. Bu proses dənizkənarı parkda baş verən dağıntılarla, burada insanların istirahətinə mane olan onlarla obyektin tikilməsi, onların təsiri və Xəzərin səviyyəsinin qalxması səbəbindən qiymətli ağac növlərinin məhv olması ilə nəticələnmişdi. Dənizkənarı bulvara ölkənin maddi mədəniyyətinin, tarixinin bir hissəsi kimi yanaşan ümummilli lider Heydər Əliyev 1998-ci ilin 29 dekabrında bulvara milli park statusu verilməsi haqqında fərman imzaladı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2001-ci il tarixli 132 nömrəli qərarına əsasən dənizkənarı milli park ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri sırasına daxil edilib. Dənizkənarı bulvarın təbii landşaftının bərpası, onun tarixi simasının saxlanılması, ərazinin zəngin florasının inkişaf etdirilməsi, bulvarın mühafizə olunması, burada sosial-mədəni tədbirlərin həyata keçirilməsi məsələlərinin həllini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci ilin 10 yanvarında Dənizkənarı Bulvar İdarəsinin yaradılması haqqında fərman imzalayıb. Bu fərmandan sonra Dənizkənarı Milli Parkın əsaslı şəkildə abadlaşdırılması işlərinə başlanılıb. Görülən abadlıq işləri sayəsində bulvarın yaşıllıq zolağı xeyli genişləndirilib. Burada yeni ağac və gül növləri əkilib. Onların arasında olan eksotik bitkilər bulvarın gözəlliyini daha da artırır. Bugün Dənizkənarı Milli Park paytaxtımızın ən gözəl məkanlarından biri olmaqla bərabər dünyadakı ən qədim bulvarlardan biri hesab olunur. Ümid edirəm Bakı bulvarının tarixi haqqında hazırladığım bu video araşdırma xoşunuza gəldi. Əgər belə araşdırmaları davamlı şəkildə izləmək istəyirsinizsə, videonu bəyənib kanalıma abunə olmağı unutmayın. Sona qədər izlədiyinizə görə minnətdaram.